Bir vacib məlumatı diqqətinizə çatdıracağıq. Anklav kəndlərlə bağlı, yəni razılaşma ola bilər. Gündəm xəbər nefrində 11 iyul tarixli məlumatımızı isə belədir. Ermənistanın baş naziri Nikol Paşinyanın anklav kəndləri ilə bağlı son açıqlaması Azərbaycan və Ermənistan münasibətlərində bu mövzunu yenidən gündəmə gətirib və bəyanat sərhədlərin delimitasiya və eyni zamanda demarkasiyası prosesində anklavların taleyinin necə həll olunacağı ilə bağlı sualları da artırıb. Bəs bu məsələ hansı şəkildə həll ola bilər? Mövzu ilə bağlı konkret açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanın baş nazirinin açıqlaması anklav kəndləri məsələsinin sərhədlərin delimitasiya və eyni zamanda demarkasiyası prosesində müzakirə ediləcəyinə də işarə eləyir. Belə ki, Ermənistan tərəfi Gədəbəy rayonu ərazisində yerləşən başkənd, yəni Artsvaşen kəndinin Ermənistanın anklavı olduğunu vurğuluyor. Lakin qeyd eləyək ki, bu kənd Azərbaycanın tarixi, torpağı və beynəlxalq səviyyədə tanınmış bir ərazisidir. Başkənd SSR dövründə Ermənistana verilib. Digər tərəfdən Ermənistanın nəzarətində olan Azərbaycan anklavları isə Qərbi Azərbaycan kəndləridir və birmənalı şəkildə Azərbaycana qaytarılmalıdır. Tərəflər siyasi iradə nümayiş etdirərək ortaq məxrəcə gələ bilsələr, anklav məsələsi mübahisə predmeti olaraq qalmayacaq və delimitasiya, demarkasiya prosesinin də yekununda müsbət həllini tapmış olacaq. Politoloq hesab eləyir ki, başkəndin Azərbaycanda qalması ehtimalı yüksəkdir. Bununla yanaşı o anklavlarla bağlı qarşılıqlı mübadilə variantını da istisna edilmədiyini vurğulayıb və istənilən halda həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi bu məsələnin yəni qarşı durma yaratmadan siyasi dialoq yolu ilə həll olunmasında maraqlıdır. Düşünürəm ki, yekunda tərəflər arasında ortaq məxrəcə gəlinəcəyi deyə politoloq vurğulayıb.